Salam, sabahınız xeyir. Baxın mənim gülümün gözəlliyinə. Maşallah, maşallah. Çox qəşəng açıb. Bunu qoyaq bura yerinə. Şəklini çəkmək üçün qoydum. Pəncərəyə qorxudan su zat verməmişəm. Heç yumamışam da. Maşallah, maşallah. Bu birinci dəfə açanda bu şəkil də var məndə. Instagramda deyəsən paylaşmışam. Ağdır. Amma keçən il də açdı biraz belə rozvu kimi, indi də rozvu kimi açıb. Ucundakına baxım da rozvudur. Çox qəşəngdir. Maşallah gülümə. Çıxıb birazdan buraları süpürəcəm. Bir izləyicim yazıb ki, deyir bu ağ qabdakı gülləri yonun, təmizləyin, toxumu tökülsün sizə, gələn il bitəcək. Bilmirəm, bəlkə bacımız yeni izləyicimdir, ya əvvəlkidir, bəlkə o videolarımı qaçırdıb, bilmirəm. Eynisi mən də eləyirəm, qızlar. Mən əvvəl toxumu yığırdım. Sonradan sizlər mənə dediniz ki, Soli, yığmağa ehtiyac yoxdur, tökülür, bitir. Gördüm ki, həqiqətən də həyətə hansı ki tökülür, onlar bitir. Amma biz bu gülü elə bir toxumun Aba Qazaxıstandan gətirmişdi. Lap o vaxtdan danışıram sizə, mən uşaq olandan. Sonra hər il biz onu yığırdıq. Hər il yığırdıq ha. Həmişə Aba deyirdi ki, bax yadınızdan çıxmasın, toxumu yığın. Biz də yığırdıq. Son indi 2-3 ildir siz deyəndən sonra mən də onu yığmıram. İndi niyə yonmuram bunu deyim. Görürsünüz, üstü bütün qönçədir. Günəş çıxan kimi hamısı olmasa da, amma bəziləri açır. Ona görə də yonmuram. Gözləyirəm. Tam solandan sonra, ondan sonra inşallah təmizləyəcəksin. Elə qalmayacaq. Bunlar da keçən il alıb əkdiyim. Keçən il 4-də yaz başı. Bura əkdiyim. Böyüyüblər. Amma bunlar qocalırlar. Bir qəribə olublar. Güllərim heç yaxşı vəziyyətdə deyil. Paltarları yığmalıyam. Nərgiz səhər gəlim, nə lazım cibdən götürüb qalanı qalıb. Qalanı olmazı gözlür. Elə həyətə çıxmışam, bunları da yığım gedim evə. Bir də sirkəni göstərim sizə. Sirkələrimin də son halı bu. Yəni, dəyişən bir şey yoxdur. Nə qarışdırmıram, nə də bir şey gözləyirəm. Görək nətər olacaq. Görsün hamısının başı nətər yarım oldu. Hamısı bax, buradan idi suları. Gördüm da uçub gelirlər, ağızlarını bağladım. Bilmirəm də haçan süzüm, nətər süzüm. Biri deyir 6 ay belə qalmalıdır, biri deyir 2 ay qalmalıdır. Hərə bir söz deyir. Dedim paltarı yığım, bir-ikisini yığdım, gördüm araları nəmdə qaldı. Eyb yoxdur, sonra çıxar yığaram. Hava belə nəmişli idi, qurumur. Bir dənə buna su verdim, bu birisilərə vermədim. Bir də o gün bu gülü əkmək deyəndə bəzi xanımlar, mən yorumları hər gün oxuya bilmirəm də. Vaxt eləyən kimi keçib oxuyuram, görürəm ki, cavab verməyə keçsim. Görürəm, yazıblar ki, güldən nəsə də, yəni bizi cahil sayırlar ki, yəni istəyirsiniz Allahdan istəyin evi, nə bilim nəyi. Birincisi, heç vaxt mən elə bir şey eləməmişəm, həqiqətən eləməmişəm ha. Yəni buna inanın, bu gül açanda mənim evim olacaq, çox şükür, min şükür deyirəm Allaha. Allah istəyən hər kəsə, belə ürəyi mənim evimdən gözəl ev istəyənə gözəlin qismət eləsin. Ürəyi mənim evim kimi istəyənə Allah belə ev qismət eləsin. Bundan da qat-qat gözəllərin qismət eləsin. Nə evdə gözüm yoxdur, nə pulda gözüm yoxdur, nə maşında gözüm yoxdur. Valla bu həyatda ən vacib olan can sağlığıdır. Allah sizlərə də, bizlərə də can sağlığı versin. Nə qədər ömrümüz varsa sağlam canla yaşayaq. Yəni o güldür, nə bilim nədir, onlar hamısı boş şeylərdir. Əlbəttə ki, Allahdan istəyirik, nə istəyiriksə. Məndən çox Allaha dua edən insan bəlkə də, nə bilim, 100-də 1000-də bir dəfə olar. Mən həmişə istədiyimi Allahdan istəmişəm. Yəni mən cahil insan deyirəm. Hə, əkənlər var, deyənlər var, demək ki, sınıyıblar. Deyirəm, böyür qonşum mənə deyib. Hətta içinizdə namaz qılan mənim izləyicim var, o belə deyib. Yəni yalan danışmıram. Özü də yorumlara da yaza bilər ki, hə, olmaz bacı, düz deyirsin. Mən sizə WhatsAppda demişəm. Namaz qılan insan. Yəni ki, bunu əkəndə demirsən ki, ay gül, mənə ev ver, nə bilim, mənə nəsə ver. Allahdan istəyib onu da əkib deyirsən də, onu arzuluyursan. Bəzən yorum yazmaq çox-çox asandır. Yazırsınız, keçirsiniz.
Amma fikirləşmirsiniz ki, bunu oxuyan adam nə keçirdəcək, nə hiss eləyəcək, nə yaşayacaq. Biz də bilirik ki, qurban olma Allaha. Hər şeyi eləyən Allahdır, hər şeyi verən bizə Allahdır, hər şeyi əlimizdən alan Allahdır. Biz bəndələr kimik ki? Biz bəndələr Allahın yaratdığı bəndə oyuq ki, düzgün yolunuzla gedək. Allah da bizə mükafatlandırsın, hər şeyin ən gözəlini versin. Ona görə deyirik, Allah bizi mərdimazardan qorusun, Allah bizi pis insanlardan qorusun. Bir də görürsən ki, sən düz yolunla gedirsən, amma mərdimaz çıxır. Bu da var. Ona görə Allah bizləri mərdimazardan qorusun, həmişə ürəyimizi təmiz tutaq, niyyətimizi təmiz tutaq. Allah da bizə hər şeyin ən gözəlin qismət eləsin. Bəzən olur insanın içində belə paxıllıq da deyir, o nəsə belə onda o var, məndə yoxdur. Belə hisslər də var bəzi insanlarda. İnanın, onlar hamısı boş şeydir qızlar. Siz içinizi təmiz tutun, Allah hər şeyin ən gözəlini sizə qismət eləyəcək. Özümdən o qədər razıyam ki, milyon dəfə özümdən razıyam, həmişə də deyirəm, Allah balalarımın da nəfsin, niyyətin özüm kimi eləsin, qabağıma çıxan gəlin də, ondan sonra qızlarımın həyat yoldaşı da, bax, özümüz kimi, Seyidxan kimi, məni kimi niyyətləri təmiz olsun, başqa heç bir şey istəmirik. İstəyir Seyidxanın, istəyir mən, heç kimin, heç nəyində gözümüz yoxdur. Mən bəzən deyirəm ki, insan bu qədəmi gözü tox olar. Valla özümü tərifləmək üçün demirəm. Belə qonşumun milyonu olsun, amma qurban olduğum Allah mənə elə göz, elə nəfs verib ki, mən heç kimin, heç nəyində gözüm yoxdur. Allah nə də heç kimin, gözün heç kimin ocağında qoymasın. Həmişə deyirəm, qonşuma Allah 1000 dənəsini versin, mənə 1 dənəsini versin. O bir dənə də olsun gözüm. Amin Allah. Uşaq vaxtından biz belə böyümüşük. Həmişə mamam deyirdi ki, çox şükür, min şükür, atasız uşaqları böyüdürəm. Qonşu orada cız-hacız kabab eləyib, biz quru düyü yeyib yatmışıq. İnanın, nəfsimiz çəkməyib onu. Bax, Allahımıza and olsun ki, nəfsimiz çəkməyib. Şəxsən öz adıma deyirəm. Mənim nəfsim çəkməyib ki, orada kabab iyi gəlir. Allah da hər şeyin ən gözəlini verir. O saf niyyətimə görə, ürəyimə görə, qurban olduğum Allah hər şeyin ən gözəlində verir. Milyon dəfə şükür eləyirəm Allahıma. Saat 12 olub. Otaqları yığışdırdım, gəldim. Deyirəm, bankaları da bir dəfə yuyum. Mən spirtlə qoyuram deyə. Bu spirt də həmişə bunun içində var. Yəni, elə çirkli olmur. Sadəcə olaraq istifadə olunur deyə yuyuram hər dəfə. Lap çoxdandan bir dənə də bıçağa belə pambıq, tez-tez dəyişirəm pambığın. Bu karabkanın içine koyuram. Her şey bunun içinde hazırdır. Bir dənə zajqalka. İllərdir bu belə durur. Məndə Şamaxda var. Bilirsiniz hansı bankadan? Dədə-baba stəkanlar var. Belə daş stəkanlar. Onun balacasından. O elə ki, rumka sayılır da. Ondan məndə 12 dənə var idi. Elə mən də onu belə qoyulmaq üçün banka kimi istifadə edirəm. Bilmirəm, sizlər istifadə edirsiniz, eləmirsiniz. Mənim mamam həmişə bu işə baxıb, türkə çarə işinə baxıb. Ona görə mən də istifadə edirəm. Hələ Nərgizin ürəyə gedir. Bankalanmaq deyəndə çox xoşuna gəlir. Şükür, bugün özün yaxşı hiss eləyir. Çox qəşəng hiss eləyir. Durdu, getdi dərsinə. Bu maçalkanı atacağım, ona görə bundan yuyuram. Bunun içində yarısı belə böyükdür, yarısı belə balaca. Bu balacaları mamam almışdı. Burada biz o bismillah sınmışdı. Kiraya qaldığımız evdə. Sonra mən gördüm irisi satılır bazar nəyinə. Aptekdə. Heç bilmədim böyükdür, balacadır. Sadəcə olaraq elə gördüm aptekdə var. Mən də aldım. Sonra gətirdim evə baxdım ki, mən aldıqlarım böyükdür. Mamam elə bir 6 dənəsini almışdı. Banka buranda görürdü ki, azdır. Ona görə mən də 6 dənəsini aldım. Maçalka da getdi. Belə. Mən dərman kutusu, bu bankadır bu heç. Dərman kutunu ildə bir dəfə boşaldıram. Təzə seçmişəm, indi eləməyəcəm onu. Seçirəm, içində sroku keçmiş dərman var. Onu atıram, hansı ki srokları keçir. Sonra dərman kutusunu da qəşəng yuyuram içinə.
Bizdə çox şükür, elə dərman zat çox yoxdur. İstifadə eləmirik. Başımız ağrıyırsa, nə ilənsə yola veririk. Baxın, indi Nərgiz dərman bir dənə paracetamol verdim da Nərgizə. Hə, Allah eləməmiş kimi ağırlaşsa, əlbəttə ki, verəcəm dərman. Amma həmin dəqiqə nəsə bir müdaxilə eləyirəmsə, ağırlaşmadan, bir də görürsünüz ki, ağırlaşır, uşaqdır da, virusdan virusa dəyişir, qripdən qripə dəyişir, nə bilim, bədən immunitetindən asılı olur. Elə olur ki, heç düzəldə bilmirəm, məcbur aptekə qaçıram. Paracetamol da verdim ki, tərləsin, tərlə çıxsın, gecə tərləmişdi. Bu da Simarodion, özüm həyətdən yığıb dərmansız, zadsız mürəbbə hazırlamışdım. Mürəbbə deyəndə elə çox pişirməmişəm, elə bir dəfə qaynadıb götürmüşəm. 2 dəfə bundan çaya qatdım, verdim, qaynar içdim. Belə müalicə eləməyə çalışıram uşaqlar. Yox, ağırlaşsa əlbəttə ki, mən də aptekə qaçıram. Termometrdə içinə axşam qoymuşdum. Bundan məndə var idi. Çox adam bunu bəyənmir, amma mən bunu xoşlayıram. Bu termometrdən bacım o vaxt Moskvadan gətirmişdi mənə. Anjela balaca olanda Anjela üçün gətirmişdim. Sonra elə oldu ki, bu korona düşən vaxt, bilmirəm, o nəsə işləmədi. Nə qədər elədi, işləmədi. Sonra baxdım ki, açdım arxasını, Seyidxan açdı arxasını, gördü ki, paslanıb. Hansı ki, o batareyka olan yeri paslanıb. Ondan sonra Seyidxan getdi, gecə ilə ataşın qızdırması qalxmışdı, dəhşət. Ataşdakı qızdırması qalxdısa, 40 görməsə, o temperatur ölçəndə düşmür. Seyidxan getdi, aptekdən aldı, gəldi. Mən də elə ağlayıram ki, 100% ataş koronadır. Uşağı əlimdən alacaqlar, mamama deyim, mamam deyir, qoruçaqlar, deyirəm, yo. Uşağı əlimdən alıb aparacaqlar. Onda aparırdılar axı elə xəstəxanaya. Ağlayıb özümü öldürürəm ki, yox, uşağı əlimdən alıb aparacaqlar, mən uşağımı görməyəcəm. Elilə ataşda sağaltdıq, onda Seyidxan bu termometri aldı. Pis deyir, yaxşıdır. Pis deyir deyəndə lap superdir. Yəni, mən çox razıyam. Görün, neçə ildir ki, işlədirəm. Pandemiya olan haçandır, 5 ildir artıq. O vaxtdan bu vaxtda işlədirəm. O birisində uzun müddət işlətdim. Bir haradasa 13 il, 14 il işlətdim o birisi termometrdə. Bu ataş xəstəxanada yatanda həkimlər deyirdi ki, yox, bununla ölçmə. Əvvəl orada özləri verirlər dədə-baba termometri. Elə 7-24 yanında olurdu. Çünki biz 26 gün xəstəxanada qaldıq. Gündə bəlkə 1000 nədir, bəlkə 5000 dəfə ataşın temperaturasını ölçürdüm, təsəvvür edin. Sonra gördüm ki, yox, əsəbləşirəm, onu vur, nə bilim, elə bil 37-2-dirsə, mən o 2-ni gözüm seçmir, əziyyət çəkirəm. Sonra Seyidxana dedim ki, bunu gətir. Bunu gətirdi, həkimlər dedi ki, yox, bununla ölçmə, bu dəqiqdir. 4 dəfə, 5 dəfə dalbadalı ölçdüm, gördüm ki, eynidirlər, yəni fərq yoxdur. Ondan sonra başladım bundan ölçməyə, lap çox belə şiddətli temperatur olanda artıq o birisi ilə də ölçürdüm ki, lap dəqiq olsun. Çünki kim demişdi ki, 20 dəqiqədən biri ölç ataşın qızdırması, mən 2-3 dəqiqədən biri ölçürdüm. Bax, o dərəcədə. Belə, nəysə, Allah, dünənki videoda da dedim, Allah bu günlərimizi bizlərə axtartdırmasın. Bu günlərimizi axtarmayaq, hər günümüzə çox şükür, min şükür. Allah heç kimə dərmansız dərd verməsin. Hər kəs öz yaşadığını bilir, kimlə yaşayıb, kimlə keçirdir, hamı öz yaşadığını bilir. O söz var, deyir, qarın süfrədir ki, hamının yanında açasan. O tam da doğru sözdür, yerinə düşən bir sözdür, həqiqətən. Çox şey danışdıq da, amma çox şeylərdə danışmırıq. Belə, bunun suyu tam qurusun, ondan sonra yığacam yerinə, o qablarımı yığım yerinə. Kömür də burada bir dənə zarmaq zarıyır. Burada da kömür üçün ciyər səvadan almışdım. Onu qoymuşam, biraz da onu açılsın. Çoxdan da yemir. 1-2 tikə verim, yesin. Əslində onun yeməyi var idi dünən. Axşama pişirdim yeməyin, onu 2 dəfə yiyəcəkdi. Bilmirəm, gecə mən videonu bitirdim, hasımışqa çıxdırdıq. Onda gəldi, qabını danqıldatdı. Bildim ki, acıb. Gətirdim, verdim, hamısını da yedi. Ataş gəldi, 3 dənə göbələk qırıb gətirir. Göbələkdə də o qədər torpaq var ki, deyirəm, atsırlar, deyir ki, yox atımda. Buzxanada belə qarı qalır.
Bilmem ona koymuşsun. Bu suyumuz da kesilir. Daha saat 1 olur. Eğer koymamısınızsa qarğıdalı buzxanaya koyun. İnanın heç yaydakından fərq olmur. İndi mən bunu belə koymuşam, amma hər il bilirsiniz necə koyum. Bunu yəni buzxana üçün alıb koymamışam da. Angela gel gətirmişdilər. Artıq qaldı, götürdüm elə belə koydum buzxanaya. Amma hər il bilirsiniz necə koyuram mən. Qarğıdalını tərtəmiz elədim mi belə? Bu iç yarpağı var ha. Üst yox. İçində olan yarpağından qəşəng 2-3 list çıxardıram. Bunun üstünə belə qoyuram, sonra pinqvinə qoyuram. Onunla pişirəndə dadı, tamı o qədər gözəl olur ki, yayda da pişirəndə elə eləyin. Qışda da buzxanaya qoymaq istəyənlər elə qoya bilər. Super olur. Su getdi təmiz. Gedim suyu açım gəlim. Qarğıdalı pişdi. Onu süzüm. Bir izləyicim yazıb ki, deyir, mən səhv eləmirəmsə Rusiya yazmışdı. Əgər səhv eləyirəmsə də üzrlü say bacım. Amma Rusiya yadımdadır. Orada yaşayıram. Sevirəm qab, qaşıq zat mağazini. Yəni çəkiliş eləsəz yaxşı olar da mağazin zat. Qızlar, çəkiliş eləməyi mən də sevirəm mağazində zatda. Amma nəsə almayacamsa, boş-boşuna mağazin getməyə qətiyyən sevirəm. Əgər ki bir dənə bıçaq da alsam, bir dənə qaşıq da alsam, xoşlayıram ki, alacağım gün gedim çəkiliş edeyim. Amma indi yəni belə ağlamaq mənasında çıxmasın da. Çox şükür, min şükür bu günümüzə hər şey qaydasında da sadəcə olaraq mənə belə kruplu pul lazımdır. Ona görə də qorxudan heç nə almıram, xərcləmək istəmirəm. Deyirəm ki, inşallah vacib bir şeylər var. Onlara alışverişini eləyəcək. Allah qoysa baxaram. Əgər o alışverişimi çəkə bilsəm çəkərəm, amma zamanı gələndə sizinlə paylaşaram. Elə ümid eləyirəm. Alışveriş eləyəndə siz üçün də çəkiliş eləyərəm. Amma bilmirəm, başqa insanlar necədir, mən beləyəm. Elə adam var, deyir, evdə bekar oturmuşam, gedim gəziyim, mağazini, baxım, görüm nə var, nə yox. Pulum olanda alaram. Məndə o xasiyyət yoxdur. Mağazinə qətiyyən boş girə bilmirəm. Ürəyimə bir daralma gəlir. Məsəl üçün kimsə deyir ki, gəl yol üstü buna baxıq. Hə, elə girərəm. Amma tez çıxıram. Yəni saatlarla gəziyim, video çəkim, alsam hə, sevə-sevə eləyərəm. Amma almadığım bir şey yox. Qarğıdalını sizə göstərim, baxın nə gözəl pambıq kimi pişdi. İnanın, heç nə olmur da, çox qəşəng qalır. Super olur. Deyəsi ki, hələ qarğıdalı var. İndi bazarda zətdə hələ də tapmaq olur payız qarğıdalısı. Amma mən buzxananı boşaltmaq istəyirəm biraz polfabrikat eləyib yığmaq istəyirəm. Dolma, nə bilim, düşbərəzat. Ona görə belə şeyləri çıxardıram. Bunu ona görə pişirdim ki, boşalsın xaladelik. Bugün buzxananın boşaltma günüdür. Paxlavanın xəmrindən belə bir gündə qalmışdı. Deyirəm, gətirim bunu nə eləyim? Bunu yayım qəşəng. Birinci istədim ki, gedəm qoz qıram, içinə paxlavanın içliyi kimi eləyəm, kətə kimi. Sonra fikirləşdim ki, yox, qoz qırmağa da gedən adam lazımdır. Oturduğun yerdə olmaz. Elə bunu qəşəng yayım. Uşaqlar çayla içərlər. Sonra heyva mürəbbəsi çıxartdım belə xaladelnikdən ki, arasına qoyum, belə mütəkkə deyilər, nə deyilər, elə büküm. Sonra fikirləşdim ki, elə Nərgiz də xəstədir, simarotla eləyim arasına. Ən yaxşısı odur. İndi baxaram, hansından olsa ondan eləyərəm. Bunu da heç düzəməlli bacarmıram. Əlimdən bu iş gəlmir. Bilincikdir, budur. Eləyə bilmirəm də bacı, bulkadır. Bulka eləyirəm, qıraqlarından axır, tökülür. Sonra deyirsiniz ki, niyə elə deyirsən, ay Solə, hər şey bacarırsan. Qız, yox, valla, bacarmadığım işlər də var. Bacarmadığım işlərə deyirəm ki, bacarmıram. Belə, indi Nərgizdən danışıram telefonda. Bəzi xanımlarımız elə başa düşüb ki, mən elə başa düşdüm. Bəlkə də siz düz bilirsiniz, onu səhv yerəm. Bir dəqiqə gəlirəm. Koftan geyinim, rahat işimi görüm də. Belə əynimdəki rahat deyil, qolum belə açıq görsənəndə özümü rahat hiss eləmirəm. Hə, mən elə başa düşdüm ki, siz də elə başa düşürsünüz ki,
Mən öz qızım Nərgizin kanalını deyirəm. Qızım Nərgizin kanalı zadı yoxdur. Arada bir TikTok səhifəsi var idi. Orada öz yarışların zadın, güləşliklərin zadını paylaşırdı. O da gəldi, getdi də onda. Bir gün paylaşır, sabahsı gün səhifəni kökdən bağlayır. Nəysə, Nərgizin günlük həyatı. Qazaxstandakı Nərgizi deyirəm mən, bacım. Əgər istəsəz, girin baxın. Gül kanalı da var. Belə vlog kanalı da var. İndi çox izləyicilərim bilir. Amma bilməyənlərə mən deyirəm. Girib baxmaq istəsəz, baxarsınız. O da mənim kimi gündəlik videolar paylaşır. Belə. Nərgiz 2 dənə qarğıdalı yer. Deyir ki, ana, bu nə qəşəkdir, heç elə ki, buzxanadan çıxartmamısan. Nərgizin bu arada qızdırması var. Getməyib məşqə. Evdədir. Bugün Seyidxanla danışıram. Seyidxan deyir ki, nəsə köklükdən, arıqlıqdan söhbət gedir. Deyirəm ki, əməliyyat elətdirəcəm. Deyir, hə, elətdirərsən. O əməliyyata qarşıdır ümumiyyətlə. Hə, deyir ki, ged ondansa idman elə, arıqla. İndi bugün mənə deyib ki, ged, qaç. Qaç yox, deyir, tez-tez yeri. İnanırsınız, çox, insan balası belədir. Bunu da əyri kəsdim. Nəysə. Şəxsən öz adıma deyim ki, biz insan beləyik. Əlimiz nəyəsə çatmayanda, elə istəyirik ki, o şeyi eləyək. Elə ki, qurban olduğum Allah o şəraiti bizə veribsə, biz ondan yararlana bilmirik. Mən şəxsən eləyəm. Bax, park ağzımın içində cəmaat gedir orada, idman eləyir, nə bilim, qaçır. Yəni, çox xanımlar elə yer axtarır da. Mən amma getmirəm. Bəlkə getdim bugün. Baxacam, geçsəm sizə də özümdən aparacam. Ataş da gedib, həyətə düşüb, hələ qayıtmaq bilmir. Ataşı da evdən buraxdıqsa, evə yığışdıra bilmirik. Bilmirəm, sizin də uşaqlar elədir, yoxsa təhcə mənim oğlum elədir. Getmir, gedəndə də evə qayıtmır. Belə, bunun suyunu sıxacam. Deyirəm də, mən bacarmıram bu işi, amma yenə də eləməyə çalışıram. Deyirəm, ən azından Nərgiz yenə də bundan geçsin qarnına. Dərmansız, zadsız. Uy, kombin səsinə bax. Nərgizinə dərman zat verdim, yatıb. Hə, onu deyirdim, getdim, haralara çıxdım. Kanalın adı Nərgizlə deyir ki, Soli, nə istəyirsən, eləyə bilərsən. Yəni, problem yoxdur. Mənim kanalım Azərbaycanda açılmış kanal deyil. Əvvəlki kanalım elə idi. Burada da vergi zat o qədər ödəyirdik ki, yəni, əvvəlki izləyicilərim bilir. Bank macəralarımı bilirlər. Qalmışdım yollarda, gündə, bankda kartımı səhv açırdılar, nə inirdilər, vergi ödəmək, YouTube'dan qazandığımın hələ az qalırdım ki, üstünə də pul qoyam, vergi ödəyəm. Azərbaycanda yəni asan bir şey deyil, YouTube kanalı işlətmək, vergi zat baxımından. Çox vergi ödəyirik. Hə, sonra bu yeni kanalı açanda, sağ olsun Nərgiz, Allah razı olsun. Allah hamının gözəl ürəyinə görə versin, Nərgiz də içində. Nərgiz də ev istəyən bacılarımızdandır. Yəni, bəzi izləyicilərim də var, ev istəyir. Nərgiz də bilirsiniz ki, kiraya qalır. O da ev istəyir. İnşallah, inşallah Allah o gözəl ürəyinə görə, o qədər gözəl, huzur dolu ev qismət eləsin ki ona. Həmişə xoşbəxt yaşasın o evin içində. Nərgiz də mənə dedi ki, olmaz, mən buradan aça bilərəm. Aça bilərəm, yəni yeni kanal da aça bilərdi mənim üçün. Öz kanalına bağlı da. Dedi ki, yeni kanal açsa, məndə lazım idi uzun vaxt pul qazanmanı gözləmək. Amma öz kanalına bağlasaydı, həmin aydan mən nə qazansaydım, Nərgiz mənim kartıma göndərəcəkdi. Getdim bir dənə kart açdırdım. Sağ olsun, Allah razı olsun. Elə nə qazanıramsa, hər ay Nərgiz mənim kartıma vurur. Mən hər dəfə deyirəm, YouTube'da elə bir gəlir olmayıb da, bir ay işləməyək, oturaq o pulu yeyək. Elə bir şey yoxdur. Hə,
Olur, böyük səhifələrdə əlbəttə ki olur. Amma mənim səhifəmdə hələ elə bir şey yoxdur. Yəni gəlir o qədər deyir. Belə. Ona görə mən dedim ki, hələ Nərgizlə məsləhətləşəcəm, görüm. Mən kanalın adını dəyişə bilirəm, bilmirəm. O da biraz qəliz oldu o kanal açmağımızda. Yəni elə asançılıqla başa gəlmədi. Əgər Nərgiz eləyə bilməsəydi, alınmasaydı, yəni deyə də bilərdi ki, eləmirəmsə olmaz. Amma sağ olsun, o söz demədi. Allah razı olsun. Yəni deyirəm, Allah o gözəl ailəsini qorusun, Allah o gözəl ürəyinə görə versin hər şey. Dedi ki, problem yoxdur. Amma nəsə olsaydı, açmaq, eləmək problem olsaydı, mən Qazaxstandakı öz qohumlarıma müraciət eləyəcəkdim. Düzdür, onların başı çıxmayacaqdı. Amma buradan başa salsaydım, eləyərdilər. Mən də yenə deyirəm, nəyə görə? O vergi zat söhbətinə görə. İnan, o qədər bezmişdim mən bu Azərbaycanda sənət, sünət işi. Yenə bax, Seyidxan, pasportun 5 il tamam olur. Pasportun lazımdır yeniləmək üçün sənət, sünət yığmaq. Seyidxan yenə əsəbləşir, getmək istəmir. Burada başınızı dağırdıram. Burada sənət işi bəlkə də qıraqdan baxan məni qınayır. Küs olmaz, niyə elə deyirsən? Baxın, mən deyimsə, əgər görün mən qınanılası insanamsa qınıyım. Burada Nərgiz 2008 6-cı ayın 5-i dünyaya gəlib. Yəni iyunun 5-də. Götürüb Şamaxda yazıblar ki, sentyabrın 5-i Kötükdə metrikada şəxsiyyət alanda, şəxsiyyət vəsiqəsi balaca vaxt alanda problem çıxartmayıblar. Hadsən ki, bu evə propiskaya düşürdük biz 5 il bundan qabaq. Orada başladılar mənə asant xidmətdə sual verməyə. Bu uşaq özünüz dünyaya gətirmişsiniz, yoxsa kesirlə olub, nə bilim, nə belə qəribə suallar uşağın yanında. Uşağa baxır, mənə baxır. Dedim, başa düşməmişəm, yox, bu uşağı oğurlamışam. Belə üzümə baxdı ki, xanım, yox, yəni sizin dediyiniz doğum tarixi ilə burada yazılan doğum tarixi düz gəlmir. Dedim, nə demək istəyirsiniz? Hə, bəs Kötükdə yazılıb ki, sentyabrın 5-i. Nədir? Bu deməkdir ki, mən evladlıq götürmüşəm bu uşağı. Qəribədirlər. 8 ay əvvəlki izləyicilərim bilir. Lap məni köhnə kanaldan təzə açmışdım o kanalı. O vaxtdan izləyənlər bilir. 8 ay mən əziyyət çəkmişəm o Kötükdə iyunun 5-i yazdırmaq üçün Nərgizin doğum tarixini. Uşağı propiska eləmədilər evə. Uşağa təzə vəsiqə vermədilər ki, doğum tarixi səhv yazılıb. Nə? Hansısa bir kiminsə üzündən uşağın doğum tarixini səhv yazıblar. Onun əziyyətin biz çəkirik. Bu səfər gəldi Ataşda baba adında hərf səhvliyi var. Babasının adını Səlvər yazmaqdan Sərvər yazıblar. Bu da kimin günahıdır? O sənət sünət düzəldənlərin günahıdır. Biz neyiniyək? Siz deyin, biz deyik. Belə. Yəni, nə çıxdı? Min bərəkət. Az da olsa min bərəkət. Belə. Qəşə gətirim üstün yumurtalayın, qoyun pişməyə. Nə yadımdan çıxıb? Altına yağ vurmaq. Yağ vurmaq o tərəfə. Yağlı kağız da vardı, onu da sərə bilərdim. Niyə sərmədim? Olmaz. Danışa hər şey eləyirəm, unuduram. Nəysə. Hər video başladan bu kombi dırılamalıdır. Belə işlər qızlar. Şirniyyat duxovkada pişənə qədər dedim tez belə qanadla kartoşka atım duxovkaya pişsin. Çox eləmədim. İkisinə bəs eləyən qədər. Yeməyimiz var əslində. Mantı da qalıb, doyğa da qalıb. Biraz aş var. Ondan sonra Nərgiz üçün bulyon çıxartmışdım. Onu içdi, dedim düşbərilim, dedi yox, bulyon içəcəm. Günorta onu içmişdi deyə. Ona görə yeməyimiz var. Bunu da dedim belə qıpqırmızı qızardım. Bəlkə ürəyi istəyər, bir-iki dənəsini yeyər. Şirniyyat az qalıb, o çıxsın, sonra bunu atacam duxovkaya. Çox qəşəng çıxır, Nərgizlə ikimiz yedik. Qalan da budur. Bunlar da Ataşka gəlib yeyər. Belə qəşəng pişdi. İndi bilmirəm, yərlər, yeməzlər. Mən geyinirəm.
Ataşqanı da götürürəm, kömrü də götürürəm. Gedib gəzirik. Parkda biraz gəzək, gələk. Gəldik, parka çıxdıq. Hava o qədər gözəldir. Az çiskinlidir. Çox qəşəngdir. İki addımlıq yoldur. Bizdən maksimumda belə yavaş-yavaş gəl 10 dəqiqəlik məsafədir. Amma gəlmirəm. Evdə oturanda deyirəm, elə ki beynimə oksigen çatmır. Vallahi WhatsApp-a da gec-gec girirəm. Heç istəmirəm də ümumiyyətlə telefonu əlimə alam. Görsüz video da çəkə bilmirəm. Amma indi deyirəm elə ki beynimə hava işləyir. Oksigen gedir. Kim WhatsApp-da yazıb mənə, hamıya bir səs göndərirəm. Deyirəm ki, üzrü sayında bu gün gec qulaq asmışam. Vallahi evdə olanda telefon da əlimə almaq istəmirəm. Nəinki WhatsApp-a da girmək. Nəysə belə nəfəsim kəsildi. Bu bidancı padyoma görə. Tənbəllik bizi ağzına alıb aparır. Mən belə olmurdum. Niyə beləyəm bilmirəm. Bir sirkələnməliyəm, özümə gəlməliyəm. Sabah inşallah siz bu videonu izləyəndə boğazımın səsim getdi. İnşallah siz bu videonu izləyəndə böyük ehtimal mən Şamaxda olacağam. İnşallah. Elə planlaşdırmışam. Səhər 6-da durum gedim. Əgər getsəm, sabahki video Şamaxı videosu gələr. İnşallah. Parkda tək-tük adamlar var. Elə 1-2 nəfər. Çox adam yoxdur. Gəl kömür. Onlar da otururlar skameykalarda zatda. Mən oturmuram. Deyirəm gəzim, hərəkət edeyim. Məncə qaçmaq lazım deyil. Elə yerimək lazımdır. Seyidxana mədəşisi olmaz, qaçma. Əgər deyir termal paltarı geyinib geçsin, qaçma deyir. Prosta belə tez-tez yeriyərsən. Mən indi termal geyinməmişəm. Belə sadə sportivnimi geyindim də. Gəl Ataş, gəl ana qurban. Görür video çəkirəm, arxada durur. Nə deyəcəkdim. Amma termal paltarı geyinsəm, kömrü gətirməyəcəm. Kömürlə heç cür mümkündür ki, mən tez-tez yerəm. Bu istədiyi yerə məni sürtlüyür. Dayanmır bir saniye. Bir saatdir biz gəzirik, bu yorulmayıb hələ, inanırsınız. Bu hara tələsir, məni də dartır özünü, hara tələsir bu. Çıxartdığı səslərə bax. Burada həmişə o qədər gözəl güllər olur ki, indi xrizantiyam əkiblər, həmişə gözəl güllər olur. Kömür sən görməsin. Bu hiss eləyir, iydən hiss eləyir. Bax, boylanır ki aşağı bax. Qorxma şəkərim, qorxma. Buna bax. Gəl bu tərəfə. Bir dəfə pişik kömürə pati atıb burnunu cırmışdı kömürün. Qara kömür ola, burnunu əməlli başlı qan axırdı. Burun o nazik dərisini cızmışdı. Yəni padyoma çıxmam. Gəl.
Bunun koftasını çıxartdı mənim. İtlərin səsi gəlir. Elə qorxuram ki, o toplu belə bunun üstünə cumsalar, mən bunu qaldıra bilmərəm. Qorxuram. Park dəhşət itlə doludur, çoxdur. Heç əvvəl bu qədər deyil idi. İndi çoxdur. Bu da onların səsini eşidir. Heç dayanmır. Yavaş-yavaş gedək evə. Belə qızlar, sizlə sağollaşım. Bugün solibazınız bol oksijen qəbul elədi. Sizi də özümlə bərabər daha bilmirəm. Az gəzdirdim, çox gəzdirdim. Öpürəm hamınızı. Yaxşı ki varsınız. İnşallah dediyim kimi qismət olarsa Şamaxıya gedərəmsə Seytana sürpriz eləyəcəm. Siz də izləyərsiniz. Görüşərik inşallah. Öpürəm hamınızı.